Hava da vurmaq yanından çıxıb. Gedib indi vurarıq, onsuz da şey görməmişdim məncə. Gözümün altı yenə boz var deyə. Nəyəsə səhv edirəm gözümün altında. Yəni, o boyda gül kimi tart olasan. Tartlıq bir şey yoxdur bu arada, mənlik bir şey var. Dünən belə değildi məsələn, bugün belədir, bomboz. Boz değildi, bəlkə az vurmuşam ona görə. Ofise gedirik, inşallah açıq olar. Qeyd edəm ki, onun müqavilədə bəzi şeylər dəyişməmiş. Gedək. Saydamliyə. Məndəki 01 rəngidir. Dodağıma vazelin vurup çıxmışam evdən. Nəmləndirmişdi. Quruyub. İğrenç durur hal-hazırda. Amma çox qəşəngdir. Formu, rəngi. Elektron məhkəməyə necə sənəd hükmlülər, onu araşdırmaya yaxşı. Çünki başqa bir işim yoxdur hal-hazırda. Ofisdə də heç kim yoxdur. Elektron məhkəməni araşdırmaya yaxşı. A few moments later.
Bəli, ofisdən bura necə işınlanlıq deyə düşünürsüz. Yəqin ki, yolda bir-iki video çəkmiş olaram. Onları qoyaram inşallah ki, bura. Bəli, Qubadayıq. Mən onsuz da əmək müqaviləmdə yarım ştat yazılıb. Ona görə də saat 2-dən çıxdım və Qubaya gəldim. Dünən əslində gələndən sonra cilt bakımı elədim, şəkil çəkdim. Bura qoyaram yəqin ki. Və rahatladım. Sadəcə video çəkmədim çünki bir yol boyu bir də yoldan gələndən sonra çox aksiyon dolu hadisələr yaşadıq deyə avtomatik olaraq çəkməyə mentalim qalmamışdı. Deməli, gəldik buradayıq. Birazdan gedib öz ofisimi təmizləyəcəm. Deməli, burada evin aşağı hissəsində taxtalı bir yer var. İlk videolarımdan bəlkə də bilinər. İlk ingilis videolarımı, qrammatika videolarını orada çəkmişdim. Sonra da əgər ki, havaya əsasən yağış yağmasa, belə bir bağımız var. O tərəfə göstərmək yaxşısı. Yəni full o tərəflər çaya baxır, sadəcə buradakı ağaclardan görünmür. O tərəfə keçəcəyik və orada davam edəcəyik. Daha doğrusu abituriyentlərə məsləhət videomuzu orada çəkəcəyik. Bilmirəm demişdim ya yox, bir dəfə çəkmişdik əslində qrup yoldaşımdan, sonra onu paylaşa bilmədik. İndi gedirik, bir ildik ofisimə girib çıxan olmur. Oranı təmizləməyə gedirik. An itibarilə ofisimdə işıq çox pis vurur buradan. Belə dostum, daha qəşəkdir. 2020-dən bəri buranı daha çox mən istifadə edirəm ofis kimi. Ofis dediyim necə bir ofis? Son bir illik tam ofis kimi gedir. Ya bundan əvvəl planlarımı elədiyim, yəni videolarımı çəkdiyim, sonra dərslərimi keçdiyim və dərslərimi elədiyim daha doğrusu yer ola bilər bura. Buranı bəlkə də bilərsiniz, əvvəlcədən də istifadə olunurdu. Videolarımı istifadə eləmişdim. Yəni xatirət kimi saxladığım bir şeylər də var. Yəni buna çox böyük ehtimal ki, atacağam. 3-cü sinifdən qalmaq düzəltdiyim bir şeydir. Yəni gülün halından da bəllidir məncə. Bura bir ildir ki, heç kim girmir. Buranı əməlli başlı qəşəng bir şəkildə təmizləmək lazımdır. Təmizləyəndən sonra da bir cilt bakımı eləyib abituriyentlərə məsləhət videosunu çəkməyə gedə bilərik. Tozlar alındı, inşallah ki görünürəmdir. Tozlar alındı. Sıra keçir bu masanın üstünü silməyə. Buradakı əşyaları aşağı düşürüb buranı silməyə. Bir də ikinci bir otaq var. İkinci otaqda da ki yataqlar var, onların konuş artık. tahtalarını silməyə. İşte.
Blinders'ın bir 15 dəqiqəsinə baxdım. Peaky Blinders'ı onsuz da bir dəfə bitirmişəm. Hətta ilk 4 sezonu 2 dəfə bitirmişəm. Sadəcə 2-3 dənə editi çıxdı qabağıma və yenə baxmaq istədim. Və yenə başladım. Yəni ki, yenə tam baxmayacağam. Ona görə də kosmetik vasitə olaraq sadəcə bunları gətirmişəm. Heç kosmetik vasitə deyil, baxım ürünləridir. Biri mənim heç vaxt yanımdan ayrılmadığım təbii ki Darnimdir. Biri, yəni dodaq quruluğundan əziyyət çəkən biri olaraq dodaq vazinidir təbii ki. Hətta biz bununla başlayaq hətta. Səhər çox qəşəng günəş var idi. Mağazada daha çox tutqundur. Çox böyük ehtimal ki, sabah Bakıya qayıtmazdan əvvəl yəqin ki çəkəcəm videonu. Bu da ki, əslində bunun əvvəl bir vlog çəkmişəm, amma bunu birinci paylaşacağım. Bunu bilmirsiniz təbii ki. Kiehl's'in biri göz serumudur. Bir də ki, nəmləndiricisidir. Yəni bu qədər götürməyimiz pulunu bəs edirdi. Göz altına hətta bu daha çox olacaq. Mən nə deyirdim? O vlogu hal-hazırda paylaşa bilmirəm. Çox böyük ehtimal ki, bundan sonra onu paylaşacağım. Çox böyük ehtimal. Yox, ondan əvvəl bir şey var, onu paylaşacağım. Sonra bunu paylaşacağım. Bunu dediyim Kiehl's kargomu götürdüyüm və bir-iki aktivite eləmişdik uşaqlarla bir yerdə. Onu yəqin ki sonra paylaşacağım. Bunu daha doğrusu yəni daha çox gözləyirdim. Bu 28 minliymiş. Mən daha böyüyünü 50'sini gözləyirdim, amma yəni 28 gəldi paketin içində. Neçə il idi ki, rəsm çəkmirdim. Son bir aydır ki artıq, yəni imtahanlar qutarandan sonra deməyim də, imtahan ərəfəsində də çəkirdim. İmtahan bitəndən sonra daha çox çəkməyə başladım. Qaralama şəkilləri falan çəkməyə başlamışam. Baxa-baxa bir şeylər çəkirəm. Daha çox Pinterest'ə minimal tatular yazıb çəkirəm, düzdür amma. Yəni də çox gözəl görünür, estetik durur deyə. Onlardan çəkirəm. İndi də gedib və ona davam edəcəm. Sadəcə dedim birinci bunu eləyim. Onsuz da heç bir kosmetik vasitə gətirməmişəm deyə. Çantama atdığım yəni Kiko'nun pamadasıdır. Başqa heç nə gətirməmişəm. Çünki onsuz da sabah Bakıya qayıdırıq. Birinci gündə işə gedəcəm. Yəni boş yer onsuz gətirməyəm ehtiyac yoxdur. Burada heç yerə çıxmam bir şeylərlə. Çıxsam da çox da ehtiyac yoxdur. Bir video çəkəcəm. Onun üçün deyirdim ki, yəni əslində elə olmasın kosmetik alı çıxım, amma heç bir fərqi yoxdur. Sadəcə gözaltı problemi var. Onunla bağlı da bir seri başlayacağım yəqin ki. Sırf baxım tipli bir video çəkməyi düşünürəm. Çünki saçımda da bilmirəm görünür ya yox. Keratin olmasına baxmayaraq bebək tükləri çıxıb yenə. Onlar necə çıxdı, neynədim, neynəmədim. Bir də göz altına bir-iki video görmüşəm. Həmin videoları və həmin texnikləri denədiyimiz bir video çəkmək istəyirəm. Davamlı olaraq şey deyək. Və çiya falan almışam mən neçə aydır. Sadəcə çiyanı qaydandıb, sonra süzmək, sonra onu saça vurmaq prosesi biraz mənə uzun gəlir və ərinirəm deyə eləmirəm. Amma video çəksəm 100% ki eləyəcəm. Belə. İndi gedirik qəşəng şəkillər çəkməyə. Bir kofe düzəldib içə-içə yəqin ki çəkəcəm.
Havanın azizliyinə də uğrayaraq o biri abituriyentlərin məsləhət videosunu çəkə bilmədim bugün. Çox böyük ehtimal ki, sabah çəkəcəm. Bugünlük vlog video bu qədər idi. Gələcək videolarda görüşmək üzrə. Sağ olun.